Salam əziz müəllimlər, abituriyentlər və kanalımın izləyiciləri. Davam edirik biz 12-ci bölmənin Dövlət İmtahan Mərkəzinin 13-cü bölməsindən proqramlaşdırma hissəsindəki mövzuların izahına. Bundan öncəki videoda bildiyiniz kimi 12-nin, 12.1 və 12.2-nin qısa izahları, mövzu izahlarını vermişəm. İndi keçirik sətirlər və siyahılar, onlar üzərində əməllər. Öncə sətir nədir? Sətir simvollar ardıcıllığıdır. Bunu yadda saxlayırıq və keçən dərs danışdıq ki, dəyişənin qiyməti sətir ola bilər. Bu zaman type versək funksiyasından təyin etsək ki, dəyişənin qiyməti nədir? String str qaytaracaq. Dırnaq işarəsi içərisində yazılan hər məlumat sətirdir. Yəni sətir ardıcıllığı deyəndə təkcə simvol, yəni belə deyək, hərf kimi nəzərdə tutulmur. Bu boş sətir də ola bilər, içində nə isə yazılan sətir də ola bilər. Sətirlər ümumiyyətlə nömrələnməyə sıfırdan başlayır. Buna deyəcəyik indekslər. Nömrələrə deyəcəyik indeks. İndeksi bilməliyik. Daha sonra sətirlərin nömrələnməsini bildikdən sonra biz sətirlərlə, ümumiyyətlə indekslərlə, indeksdən istifadə eləməklə kəsiklərdən danışacağıq. Təbii ki, başlayaq. Burada da bir sual. Hələ bax, bu köhnə nəşrdir bu. İndi hal-hazırda gördüyünüz PDF. Öncə lap əvvəl çıxan illərindir. Bax, burada kəsiklərdə indi özünüz fərqi, səhvi görəcəksiniz. Bax, bu hissədə. Bunu belə edirəm. Burada səhvi görəcəksiniz. Biz dedik ki, sətirlər sıfırdan indekslənir. Deməli, Q-nın nömrəsi, yəni indeksi sıfırdır, birdir. Biraz istəyirəm, bir saniyə, qələmin qalınlığını azaldaq. Rahat yazsın. Deməli, sıfırdır, birdir, 2-dir, 3-dir, 4, 5, 6, 7. Məsələn, davam edə bilərik 8, 9. Nəyə görə? Sıfırdan 6-ya qədər verib. Və sıfırdan 6-ya qədər verdiyi halda deyir, Qarabağ yazısı çıxacaq. Xeyr, sıfırdan 6-ya qədər verəndə Qarabağ olmayacaq. Qarabağı olmamalıdır. Amma biz bunu burada 7 düzəltməliyik. Nəyə görə? Deməli, kəsiklər dedik ki, indekslərin verilmə halları. Gələk baxaq, indekslər necə verilir və yaxud da kəsikləri necə təyin edirik. Kəsikləri təyin edəndə transkripsiya mötərizənin göstəririk aralı. 0 müəyyən bir qiymət, məsələn, qar olsun, 3 aralığı versək, bu nə deməkdir? 0-dan başla, 3-ə qədər, 3-ü götürmə, son indeks götürülmür. Bu nədir? Bu 2-yə qədər götürür. O zaman olur nə? Çıxacaq sözüm olacaq qar. Bax, diqqətli olun. Kəsiklər 0, 3 aralığı vermişəmsə 0-dan 2-yə qədər götürəcək. Bunu başqa cür necə təyin edə bilərəm? İlkin başlanğıcı vermərəm, sonu 3 verərəm. Bu da mənə qar çıxardar. Nəyə görə? Son verilməyəndə susma halına görə 0-dan başlayırıq. Ümid edirəm, aydın oldu. Daha sonra mən istəyirəm ki, bu kəsiyi mənim üçün çıxartsın. Azərbaycandır. Mən o zaman başlanğıcı versəm, A-nın başlanğıcı nədir? 8. 8-i versəm, sonu verməsəm, son vermirəm. Sonu verməsəm, bu mənim üçün çıxardacaq Azərbaycandır. Son indeksini bilirəmsə 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, əgər səhv saymadıqsa 20. 21 versəm, 8-21 aralığı versəm, bu mənim üçün 20 olduğuna görə 21-ə qədər Azərbaycandır. Bunu 8 belə vermək ilkin bilib, sonu böyük rəqəmlərdə, ümumiyyətlə böyük sözlər yazılarsa çalışın. İlkin bilin, sonu bilinməsə də olar. Və yaxud da, indi burada bir məsələ var. Sətirlərdə susma halına görə görürük ki, baxırıq 0, məsələn 8 aralığı. Boşluğa qədər gələcək də təbii ki. 8-i götürməyəcək Qarabağ, axırında da boşluğu qoya biləcək. Bu mənə, baxın, burada bütöv götürdü. Burada bəzən, baxın, ilk verilir, sonda verilir. Amma bəzən burada əmsal da verilir. Məsələn, 2. Bu addımı bildirir. 2 addımla, 0-dan başla. O zaman olacaq Q.
2 yəni R, R'dan sonra B, B'dan sonra 6 G, bir də boşluq olacaq. Bu olacaq mənim bu kəsiyə uyğun olaraq ekrana çıxan hissəm. Yəni burada bir də boşluq çıxacaq təbii ki. Ona görə də bu addımı bildirir. 3-3 olsa təbii ki, eyni qaydada. İndeksləmə, indeksləmə. Soldan sağa aparılanda sıfırdan başlayır. Əks istiqamətdə aparılanda. Məsələn, başqa bir cümlə yazaq bura, söz yazaq bura. A bərabərdir. Ana olsun. Qısa yazaq ki, indeksləyəndə də rahat görək. Biz dedik ki, soldan sağa aparılanda indeksləmə. Soldan sağa aparılanda olacaq 0, 1, 2. Düzdürmü? Sağdan sola aparılanda olacaq -1, -2, -3. Bunu mən necə ki 0, 3 aralığı versəm və yaxud da 0-dan sona qədər versəm, mənə ananı tam çıxardacaq. Eyni zamanda mən bunun indeksi -1 başlanğıc verib sonu verməsəm də və yaxud da -1, -4 aralığı da təyin etsəm, bu mənə yenə ana sözünü çıxarmış olacaq. Yəni, sağdan sola indeksləmə, nömrələmə mənfidən başlayır, artıq orada sıfırdan başlamırıq. Yəni, bunu da başa düşək. Sonra gəlir burada sətirlər üzərində müəyyən metodlardan istifadə olunur. Bu metodları bilmək bizə istənilən Python tapşırığında tapşırığı rahat həll etməyimizə səbəb olacaq. Metodları əzbər bilməliyik, bəli. Metodlar bunlardır. Upper. Upper nə edir? Bütün hərfləri böyüklə yazır. Diqqətli olun. Upper bütün hərfləri böyüklə yazır. İndi məsələn, A sətrində yazmışam, A bərabərdir. Yazılış qaydalarına da diqqət eləyək, ana. Və yaxud da birinci hərfi böyüdür, fərqi yoxdur. Mən indi B bərabərdir. B niyə bərabər elə sətirdə? A nöqtə upper. Bu zaman bu mənə nə verəcək? Bütün hərfləri baş hərfinə əvəzləyəcək. A, N, A. Upper nə etdi? Bütün hərfləri böyük etdi. Yəni, upperin vəzifəsi bütün hərfləri böyük yazmaqdır. İndi mən yenə yazmışam ana. Bu dəfə verirəm A nöqtə, lower. Bu zaman bütün hərflər, indi gəlin bunu, burada bir dənə A bərabərdir. Məsələn, A, N, A, belə yazaq. Bu zaman bütün hərfləri kiçik yazacaq. Kiçik hərf. Capitalize. Capitalize nə edir? Sadəcə ilk sözü böyüklə yazır. Baxın, məsələn, Bakı Azərbaycanın paytaxtıdır. Baxın, Bakı. Normalda yazırıq Azərbaycanın paytaxtıdır. Aha. Burada məsələn, Azərbaycan böyüklə yazılmalıdır. Düzdürmü? Biz burada fikir veririk. Deməli, Azərbaycan sözü böyüklə yazılmalıdır. Amma burada məsələ ondan ibarətdir ki, Bakı Azərbaycanın paytaxtıdır. Capitalize A nöqtə, buna bir A dəyişəni mənimsətsək, A nöqtə capitalize capitalize burada bizə verəcək nəyi? Sadəcə Bakının B-sini böyüyünə yazacaq. Qalan hamısını kiçiyinə yazacaq. Capitalize-ın funksiyası nə oldu? Sadəcə ilk sözün, ilk hərfin böyüyünə yazır. Yəni, sətr harda başlayırsa, onun sözünün birinci hərfin böyüyünə yazır. Yaxşı, sual yaranır. Mən neyiniyim ki, Bakı, Azərbaycan paytaxtı. Bunların hər birin böyüyünə yazsın. O zaman mən verməliyəm A nöqtə title. Title, Bakının B-sın, Azərbaycanın A-sın, eyni zamanda paytaxtın P-sın. Yəni, cümlədə olan bütün sözlərin ilk hərfin böyüyünə yazır. Strip, burada nədir? Sətrin əvvəlində və sonundakı boşluq simvollarını silir. Baxın, burada simvol qoyub, boşluq simvolu.
Strip burada siləcək. Replace əslində Word-dən bilirik, əvəz etməkdir. Nəyi ilə əvəz edirik? Elə nümunənin üzərində baxaq. Adekvant. Adekvant sözün reply silir. Deməli, EKV. EKV sözün vokla. Advokat. Deməli, burada dəyişim baş verəcək. EKV bu hissədən silinəcək olacaq. Adı, V, O, K. At. Advokat. Deməli, replace əvəzləmədir. Nəyi nə ilə əvəzləyirəmsə, əvvəl onu yazıram, daha sonra həmin hissədə dəyişim aparıram. Sonra gəlir find. Find nə edir? Tapır. Bu da Word-dən bilirik. Find tapır. Yadda saxlayın. Bax, bunun altını sizə xəttləyirəm. Məsələn, A bərabərdir ana. Düzdürmü? Mən deyirəm ki, A nöqtə find A. Bu mənə nə verəcək? 0, 1, 2. Deməli, bu mənə qaytaracaq 2-ni. Niyə? İkinci indeksdəki anamdır. Bu anana, bu ana, bu A fərqlidir. Böyük A versəm, mən buna versəm ki, A nöqtə find böyük A. Baxın, bu mənə nə qaytaracaq? 0 qaytaracaq. 0 nədir? İndekslidir. Yəni, find tapır, indeksliyir. Yaxşı, sual yaranır ki, bəs məsələn, abra, kadabra. Abrakadabra vermişəm A bərabərdir. Yaxşı, burada deyir A nöqtə find. İndi yenə də A verir. Burada görün kiçik A nə qədərdir? Bu neyəcək? Find'in belə bir funksiyası var. İlk qabağına çıxanı qaytarır. Demək, ilk qabağına çıxan nədir? 0-cı indeksdə onu qaytaracaq. Yaxşı, mən istəyirəm bu A-nı mənə versin. O zaman bu indeksi verməliyəm. 0, 1, 2, 3. Mən deməliyəm ki, məsələn, A-nı tapsın. A nöqtə find. A-nı tapsın. A-nı tapsın. Harda? Məsələn, 2, nə bilim, 10 aralığında. Məsələn. Burada gəlsin. Burada 3-ü qaytaracaq mənə. Niyə? 2-dən başlayaraq. Yenə qabağına harda birinci çıxacaq o. Başqa bir sualda find'i belə bu halda da baxaq. A nöqtə find. Elə abrakadabrada mən deyirəm ki, find tapsın mənim üçün J-nı. J. Burada nə edəcək? -1 qaytaracaq. Yadınızda saxlayın. Find tapmadığı element üçün nəticə nə qaytarır? Burada da qeyd olunub -1-i qaytarır. Ümid edirəm ki, aydın oldu. Biz sətirlərin tipində danışanda demişdik ki, sətirlə sətir toplana bilir. Yəni, sətirlə sətirin toplanması nədir? Bir, belə deyək də, sətirdə yanaşı yazılır. Toplanma cəmləməsidir. Sətirlər haqqında bu qədər. Ümid edirəm, nəyi oxusaz, nəzəriyyələri yaxşı oxuyun istənilən halda. Əvvəl nəzəriyyəni. İstəsəm, yəni birinci test izahlarından başlayaram. Sadəcə dedim ki, ənənəmə sadiq qalım. Burada nəzəriyyələrin, izahlarını verək, ondan sonra testlərin izahına keçək. Sətirlə sətirin toplanması, biz burada gəlirik nəyə? Siyahılar. Siyahı nədir? Biz sətirdə çoxlu sayda element saxlaya bilərik, düzdürmü? Siyahı nizamlı şəkildə obyektlər toplusudur. Siyahını təşkil edən o obyektlərə deyəcək siyahının elementi. Biz tiplərdən danışanda, keçən dərsimizdə siyahını təyin eləməkdən ötürü tipimizin, bircə saniyə mən qələmim necə oldu? Tipimiz list oldu, siyahı və transkripsiya mötərizənin içində verildiğini qeyd etmişik. Məsələn, A bərabərdir. Burada verilib, vaxt getməsin, burada var. Adlar siyahısında adlar verilib, düzdürmü? Siyahımız belədir. Virgüllə ayrılır, siyahımızın elementləri. Ardıcıllıqdan sonra ekranda bu cür çap olunacaq. Ümumiyyətlə ardıcıllıq. Mənə deyir ki, siyahının, məsələn, A4. Bu nə deməkdir? 4-cü indeksdə olan element hansıdır? Yenə sətirlərdə olduğu kimidir. İndeksləmə, nömrələmə sıfırdan aparılır. 0, 1, 2, 3, 4. Deməli, mənim 4-cü indeksimdə Mehdidir.
Mehdi. Hə, dördüncü Murad. Hə, burada deməli dördüncü indeks demir. Əvvəlcə baxaq, dördüncü indeks desəydi Murad. Sonra bizə deyir ki, siyahının hər hansı elementini dəyişmək üçün dördüncü elementə Muradı mənimsədirik və dördüncü elementimiz əvəz olunur Murad sözü ilə. Mehdi sözün Murad sözü ilə əvəz etmişik. Yəni o haqda danışır. Yadımızda saxlayırıq. Siyahılarda indi metodlardan danışanda görəcəyik. Burada amma kitabdan gedək öncə, kitabdakı ardıcıllığına. Siyahının elementlərini silmək üçün delete klavişindən istifadə edirik. Bir də saniyə çox keçdim. Delete klavişindən istifadə edirik. Baxırıq. Siyahıda ikinci elementi silsin. Baxın, 0, 1, 2. 2 nədir? Elvin sözünü siləcək. Sanki siyahım necə olacaq? Səxavət, Tural, Elsəvər, Mehdi. Nəyi deyirsə, delete necə silir? Nəyi deyirəm onu sil. Yəni indeksinə müraciət edir və deyir ikinci indeksi sil, birinci indeksi sil, sıfırıncı indeksi sil. Fərqi yoxdur. Ona görə də biz orada diqqətli olmaq məcburiyyətindəyik, yəni. Sonra gəlir alt siyahılar, ümumiyyətlə kəsiklər. Yenə sətirlərdən necə kəsiklərdən istifadə edirdiksə, siyahıda da kəsiklərdən istifadə olunur. Alt siyahıya kəsik deyirik. Eyni nömrələmədir, eyni kəsikdir. Baxaq. Səxavət, Tural, Elvin, Elsəvər, baxırıqmı? 0-3 aralığında kəsik. Bu nə olacaq? 0-ı, 1-i, 2-ni çıxardacaq. Demişdik, sonuncu götürülmür. Mənim kəsiyim, mənim kəsiyim olacaq bu cür. Ümid edirəm ki, aydındır. Eyni metodlardır, eyni kəsiklərdir. Baxın, müəyyən bir siyahı verib yenə də Səxavət, Tural, Elvin, Elsəvər, Mehdi. Bu dəfə də 2-dən başlasın. Sona qədər. İkinci indeksim nədir? Elvin. Elvindən sona qədər götürsün. Baxın, sətirlərin üzərindəki əməlləri, kəsikləri daha doğrusu. Necə öyrənsəz, siyahılarda da onu eynisini tətbiq edə biləcəksiniz. Ona görə sətirlərə diqqət ayırın. Ümumiyyətlə, sətirlərin bir var, siyahıda olan elementlərin uzunluğu. İndeksləmə sıfırdan başlayır, amma uzunluq len funksiyası ilə ölçülür. Len birdən başlayaraq sayır, saymaq üçün belə deyək. Deməli, len nədir? Funksiyadır və funksiya olaraq uzunluğu müəyyən edir. Uzunluğu sayanda 1. Məsələn, adlar, daha sonra adlar 1, adlar 2 cəmləyir və deyir ki, bunların uzunluğu nə olar? Uzunluğunu verməyib, biz deyək bunun uzunluğu nədir? 1, 2, 3, 4, 5. Len, mən versəydim, len adlar 3, bu mənə verəcəkdi 5. Uzunluğu 5-ə bərabər olduğunu təyin etmiş olacaqdım. Len 1-dən başlayır, indeks 0-dan başlayır. Bunu yadımızda saxlayaq. Daha sonra davam edək burada. Siyahının elementlərində minimal element, maksimal elementin tapılması, eyni zamanda sum cəmləmə. Bunlar haqqında danışacaq. Sum cəmləyir. Əslində bunlar Excel-dən də bilinən funksiyalardır. Müəyyən bir təkrarlıq olmasın deyə elə çalışacağım buradakı nümunələrin üzərindən gedək. Ədədlər siyahısı verilib. Siyahıda verir print sum ədədlər. Ədədləri cəmlə. İndi bunları qruplaşdırsaq, bu 30, 35, 35-in də üstünə 5, 35 gələndə olacaq 70. Həqiqətən də sum bizə nə verib? 70-i verib. Siyahıda maksimal, minimal element. Ədədlər içərisində minimalı, maksimalı tapmaq rahatdır. Riyaziyyatda olduğu kimi ən minimalı 3, ən maksimalı 27 qaytaracaq təbii ki mənə. Qarışıq halda olarsa nə baş verəcək? Əvvəl ədədlərdən sonra baxaq hərflərə. Maksimal, minimal da belədir. Bu zaman Unicode standartının sırası əsas götürüləcək. Deməli, mən bu siyahı ilə getmirəm, daha aydın olsun deyə müəyyən bir A siyahısı təşkil edək. Bura yazıram ana. Bura yazıram böyük hərflə ana. Bura yazıram bircə saniyə. Deməli, dırnaqları aşağıda bağlayaq. Buraya yazıram baba.
Buraya yazıram zər. Buraya yazıram nəvə. Nə bilim, belə yaza bilərik, davam edə bilərik. İndi daha aydın başa düşəcəksiniz. ASCII standartındakı ardıcıllığı qeyd edin bir yerə. Öncə gəlir, öncə gəlir rəqəm, yəni sıfır. Bu sıfırdır, rəqəm. Sonra gəlir böyük hərf. Daha sonra gəlir kiçik hərf. Deməli, mənim kiçik hərflə başlayan sözüm daha böyükdür. Baxın, təsəvvür edin 0, 1, 2, 3 getdi. Sonra gəlir böyük A, böyük B, C, D belə davam eləyir. Sonra gəlir A, B, C, D. Bu formada davam edir. Sıra nömrəsi birinci. Bu birinci gəlir, təsəvvür edin. Bu, nə bilim, 10-cu gəlir, məsələn. Bu 33-cü gəlir, məsələn. 10 böyüdür, 1 böyüdür, 33 böyüdür. Biz ona nəzərən müqayisə aparırıq. Ümid edirəm aydın olur. Sonra gəlir buradan nə? Birinci gələn hərf kiçikdir, ən sonuncu gələn hərf isə daha böyükdür. Sıra nömrəsinə nəzərən. Gəlin burada bunu, belə deyək, minimalın, maksimalın tapaq. Deməli, biz qeyd elədik ki, deməli, nə qeyd etdik? Kiçik hərf ən böyükdür. Və kiçik hərflərin içində sonda gələn z ən böyükdür. Burada versəm ki, mən buna versəm ki, maksimal A, bu mənə zəri çıxardacaq. Niyə? İstənilən halda bu ən böyük elementdir. Bura bir dənə siyahıya bir dənə 10 rəqəmi də əlavə etsək, burada sual da yaranlar. Yenə də zər ən böyükdür. Amma ən kiçik minimal üçün artıq onu daxilləmişəmsə, bir saniyə qələmini heç oldu burada. Hı -hı. Bir saniyə. Hı -hı. Əgər mən bura 10 daxil etdimsə, minimalım artıq, minimalım 10 olacaq. Niyə? Biz qeyd elədik axı, ən kiçik elementimiz rəqəmlərdir. Yaxşı. Amma onu daxil etməsəydim, elə bu siyahı ilə danışsam, ən minimalım olmuş olacaqdı böyünə yazılan amma. Ümid edirəm, aydın oldu. Bu da buradan. Sonra gəlir bizim siyahılar üzərində də metodlarımız. Siyahıların üzərindəki metodları da necə siyahılarda tək-tək sətirlərdə izah etdik. Gəlin onlara da baxaq, onları da bir-bir mənimsəyək. Deməli, bunlar nədir? Diqqətli olun. Append birinci. Append əlavə edir. Burada sual yaranır. Əlavə etmək iki dənədir. Insert də əlavə edir. Insert də əlavə edir, append də əlavə edir. Yadda saxlayırsınız ki, append verirəmsə, baxın, A adlar siyahısıdır, bir dənə append əli. Neynədir? Siyahının sonuna əlavə etdi, sona. Deməli, append nə edir? Appendin funksiyası nə oldu? Əlavə edir və siyahının sonuna əlavə edir, sona. Burada insertə baxın. Insert isə deyirəm ki, get birinci indeksi əlavə elə, beşinci indeksi əlavə elə. Bax, yazıb əlini birinci indeksi əlavə elə. Baxaq, 0, 1. Artıq bu nə deməkdir? 1 tural olmayacaq. 1 əli olacaq, tural keçəcək 2-yə. Baxın, 0, 1, əli oldu birincidə, 2 oldu tural. Yəni, sürüşmə baş verdi. Insert əlavə edir, append əlavə edir. Fərqi nə oldu? Append siyahının sonuna əlavə edir. Insert indekslə hansı nömrəyə deyirəm? İndeksə deyirəm, ora əlavə edir. Daha sonra remove. Remove silir, silir. Biz bundan öncə dərsin əvvəlində bir dənə də silmə klaviş metodundan danışdıq, delete. İndi baxaq. Delete neynirdi? Deyirdi ki, get ikinci indeksi sil. Gəlirdim buradan 0, 1, 2, Elvin'i silirdim. Düzdürmü? Amma bu deyir ki, bu elə demir remove. Remove deyir ki, müraciət edir adına. Get Turalı sil oradan. 0, 1, 2 saymağa ehtiyac yoxdur remove-da. Tural hardadırsa mən onu silirəm. Yeni siyahım olur Səxavət, Elvin, Elsəvər Mehdi. Deməli, mən bir dənə buradan Turalı silmiş oluram. Amma delete olsa nə oldu? Delete olanda indekslə gedirsən, tapırsan. O hansı indeksdədir, onu silirsən. Deməli, diqqətli oluruq. Append əlavə etdi, insert əlavə etdi, sona əlavə etdi, indekslə əlavə etdi. Delete sildi, indekslə sildi, remove nəyi dedim, onu sildi. Daha sonra indeks. Baxırıq M siyahısında. Müəyyən bir element götürür. Məsələn, deyir ki, elə buradakına baxaq, Turalın. İndeksin
Təyin et. İndeksi təyin etmək üçün nömrələyirik. 0, 1, 2, 3, 4. Tural təbii ki, nə olacaq? 1. Bizi için nə çıxardacaq? 1 çıxardacaq ekrana. Count sayır elementləri. Məsələn, 50-ni say. Neçə dənədir 50? 1, 2, 2 çıxardacaq. Əgər orada o elementi sayır tapmırsa, vəli. Desəydim count vəli mənə çıxardacaqdı 0. Siyahıda olmayan element isə 0 qaytarır. Sort. Sort nə edir? Sortlayır, çeşidləyir, artan sırayla düzür. Baxın, ədədlərdən ibarət verib sortlama. Olacaq 4, 6, 8, 35. Normal. Eyni zamanda sortlayır hərfləri. Biz dedik ki, əlifbada birinci gələn hərf kiçikdir. Eyni hərflər Elvin, Elsəvər 2 dənə varsa ikinci hərflərinə, üçüncü hərflərinə baxırıq. Daha sonra gəlir reversi. Reversi nə edir? Siyahını əksinə düzür. Məsələn, müəyyən bir A siyahısı vermişəm. A siyahısına 1, 5, 6 vermişim məsələn. İndi mən reversi, A nöqtə reversi versəm, bu mənə, sesi yazmıyorum. Bu mənə qaytaracaq 6, 5, 1. Yadda saxlayırıq. Siyahını tərsinə düzür. İndi belə bir sual versəm sizə, indeksinə müraciət eləsək və kəsiklərdən, alt siyahlardan istifadə etsək, siyahını əksinə düzə bilərik necə? Başlanğıcı vermərəm, sonu vermərəm. Mənfi bir addım ilə versəm, siyahım əksinə düzüləcək. Elə reversi bərabərdir. Alt kəsiklə bu metoda. Bunda diqqətli olaq. Yəni, kəsikdən müraciət eləsəm, başlanğıc sonu verməsəm, mənfi bir addımla versəm, deməli, bu mənim üçün əksinə siyahını düzmüş olacaq. 2-3 cümləmiz qalır buradan. Bir, sətiri listə çevirmək barədə danışaq. Bu da düşən suallardandır. Ən çox işlənən suallardan. Bir join operatorları haqqında danışaq. Burada qeyd olunub. Bir sətrin simvolları siyahı halına gətirmək üçün list operatorundan istifadə edirik. Məsələn, burada baxaq elə, odlar yurdu, düzdürmü? L bərabərdir, list isə L siyahısını neynədir? Daha doğrusu, sətrin siyahı halına çevirdim. Join neynir? Sətirdə olanları birləşdirir. Yəni, deməli, elementlər arasında, baxın, Səxavət, Tural, bir-bir. Join, qoşa nöqtə qoy, məsələn. Qoşa nöqtə. Və join vergüldən işləyir. Vergülü atır. Boşluqda vergül biz üçün. Bura qoymuşam qoşa nöqtə qoyacaq. Ulduz qoymuşam, ulduz qoyacaq. 5 yazmışam, 5 yazacaq hərəsinin arasında. Bir də var split. Split isə əksin icra edir. Yəni, join-in əks prosedurudur. Burada siyahı formalaşdırır. Siyah verib belə. Hər birin bir dənə siyahın içində verib, məsələn, deyil sətir kimi. Sətrin elementləri bir dənə siyahın içindədir, sətir kimi. Və bunu başlayır bizim üçün ayrı-ayrı çevirməyə. Məsələn, bir dənə düşünək ki, A bərabər salam sözü yazmışıq. Salam. Düzdürmü? İndi mən deyirəm ki, A nöqtə split. Split belə yazılışı var. Məsələn, A-dan parçalasın. Yəni, A-dan. Bu mənə nə verəcək? Split listə çevirir. Bunu yadda saxlayaq. Elementləri tək-tək list eləyəcək. S olacaq, vergül qoyacaq, L olacaq, vergül qoyacaq, M olacaq. Düzdürmü? Dırnaq da təbii ki, bunlar. Bu neynədir? Split A-dan parçaladı, A-ları atdı və yerdə qalanların hər birini listə çevirdi. Yəni, ümid edirəm ki, aydın oldu. Splitdir, joindir. Bunlar da düşən funksiyalarımızdandır. Burada bizim bir dənə qalır def funksiyamız. Funksiya haqqında da bircə saniyə funksiyanı da açaq. 12.4-də də baxaq. Deməli, funksiya nədir? Deməli, alt proqramlar funksiyalar. Ümumiyyətlə, alt proqram, alt menyu, alt, bu sözləri biz çox eşitmişik indiyə qədər menyuda, istər burada. Ümumiyyətlə, menyunun içində menyu var idisə, bu alt menyudur. Proqram daxilində
Başka bir program varsa bu alt proqramdır. Alt proqramları biz Python'dakı növə bölürük, kateqoriyaya. Bir var prosedur, bir var funksiya. Yadımızda saxlayırıq. Əgər orada bir ardıcıllıq yerinə yetirilirsə, bu olur prosedur. Əgər orada qiymət qaytarımı, qiymətin hər hansı operator ardıcıllığında hesabladı, qiyməti biz üçün qaytardısa, return elədisə, bu artıq funksiyadır. Funksiya Python'da def operatoru ilə verilir. Def yadımızda saxlayaq. Def operatoru içində verilir. Def açar sözü ilə belə götürsək daha anlaşıqlı olar. Def açar sözündən sonra funksiyanın adı dəyişənin adlandırma qaydasına uyğun olaraq qeyd edilir. Burada funksiyanın arqumentləri ümumiyyətlə parametrik olaraq formal və e, faktiki parametrlərə bölürük. Formal parametrlər bu nədir? Funksiya yaradılarkən adından sonra mötərizədə formal parametr qeyd olunur. Yəni formal olaraq budur. Faktiki isə müəyyən gedişatda, bir saniyə, müəyyən gedişatda ona qiymət veririk. Əgər ona müəyyən bir qiymət veririksə, bu olur faktiki parametr. Yəni funksiya çağırılarkən onun adından sonrakı mötərizədə ötürülən parametrlər faktiki parametrlərdir. Və burada bir cümləmiz də var. Funksiyanın operatorlarının yerinə yetirilməsi zamanı formal parametrlər faktiki parametrlərin qiyməti ilə əvəz olunur. Təbii ki, sanki yerinə qoyur. Bir də funksiyada, Pythonda, funksiyalarda return əmrindən istifadə olunur. Return nədir? Qiymət qaytarımıdır. Python dilində ABS int inputdur. Hazır funksiyalarda geri qiymət qaytaran funksiyalardandır. Bu da bizim Pythonda alt proqramlara aid. Alt proqramlara əsasən misal nümunələrini işləmək daha doğrudur. Baxın, return qiymət qaytaracaq. Fn deflə verildi, deməli funksiyadır. Bizim burada nəyin qiymətini qaytarır? Gəl bir dənə birinci tapşırığa buradan baxaq, qiyməti necə qaytardığına fikir verək. Bu nədir? Birinci saniyə gələm. Aha. Bu nədir? For i in range. Keçən dərsimizə toxunaq. Bu deyir ki, 2-dən başla n-ə qədər. Yəni n-in özünü də götür. Niyə? Range n plus 1 verib. N plus 1 nədir? Range sonu götürmür n-ə qədər. Başlayır. 2-ni götürür. H-ın 1-dir. 2 vurulsun 1. Bu oldu nə? 2. Daha sonra 3'ü götürür. H-ım oldu nə? 2. 2 vurulsun 3, vurulsun 4, vurulsun 5, vurulsun 6, vurulsun 7, vurulsun n. Bu mənə nə verir? N faktorialı vermirmi? N ədədi faktorialı. Yəni biz burada diqqətli olaq. Alt proqramlarda ümumiyyətlə bunlara aid testləri işləyəndə daha da möhkəmlənəcək bu testlər sizdə. Deməli, bugünkü dərsimiz ümumiyyətlə Pythona aid olan qeydlərimiz bunlardır. Əsas məsələ diqqəti nəyə verin? Sətirlər, siyahılar üzərində metodları mütləq möhtəşəm formada bilin. Möhtəşəm. Əgər find operatoru metodunun nə iş gördüyünü bilməsəz, inanın ki, ona aid düşən testləri yaza bilməyəcəksiniz. Ona görə metodları öyrənməlisiniz. Metodu öyrəndikdən sonra bunların tapşırıqların, çalışmaların, testləri daha rahat həll edəcəksiniz. Diqqətinizə görə minnətdaram. Növbəti video izahda görüşənədək.